Bugün Montaigne'in Denemələr kitabı haqqında danışmaq istəyirəm. Kitab məni məndən aldı. Bugünə qədər oxuduğum fəlsəfə kitablarının arasında ən yaxşısı idi deyə bilərəm. Adamın yazdığı kitabda bir dənə boş cümlə mən tapa bilmədim ki, bax burada xəta edib. Bu cümlə boşdur, sıradandır, sıxıcıdır. Nə edib? Deməli yazarkən bütün fəlsəfəcilərin fikirlərini də əlavə edib fransızca. Kitabı türkcə oxumuşam. Altına da türkcəsən yazıb. Hansı ki sən fransızca oxursan və fransızcaya da həvəsin həddindən artıq dərəcədə artır. Nəinki öz fikrini ifadə edib, başqalarının da bu barədə düşüncəsi nədir, onu da yazıb. Tam anlamıyla mükəmməldir. 500 il əvvəl yaşayıb fikirləri bu qədər. Mən qısqandım, çox qısqandım yazarı və heyran qaldım. Mən sevmirəm kişisel gelişim. Oradan belə uçduq, buradan belə pozitiv ol. Heç bir şey ifadə etmir mənim üçün. Bir şey oxurkən sənin beynində bir şeylər çalxalanmalıdır. Səni səndən almalıdır. Səni dəyişməlidir. Yəni başqa bir günə doğulmalısan. Başqa hiss etməlisən. Bu da elə kitab idi. Dediyim kimi. O da təsadüfən oxudum. Təsadüflər gözəldir yəni.